Birini futbol tarixindən sil. Arsenal 2003-2004 yoxsa Chelsea 2004-2005? Lehmann yoxsa Petr Cech? Lehmann geçsin. Lauren yoxsa Ferreira? Ferreira, Paulo Ferreira da yağın. Lauren geçsin. Kola Touré yoxsa Carvalho? Carvalho geçsin. Campbell yoxsa John Terry? Campbell geçsin. Ashley Cole yoxsa William Gallas? Yaşakol qalmalıdır mütləq. Patrick Vieira yoxsa Makelele? Hoppa, qırğın değişmə. Yaxşı olsun, Makelele qalsın. Gilberto Silva yoxsa Thiago Mendes? Məsələn, Silva qalsın. Dennis Bergkamp yoxsa Frank Lampard? Gözəl söhbətdir. Məncə Lampard təzə başlayırdı öz pikinə çatmağa. Bergkamp əksinə düşürdü artıq. Ona görə də mən Lamparddan davam edərdim. Robert Press yoxsa Duff? Daha xoşuma gələn oyunculardan idi. Amma Pires məncə daha yaxşıdır. Ona görə də Piresin davamı. Freddie Ljungberg yoxsa Arjen Robben? İsveç çıxması. Ljungberglə davam. Thierry Henry yoxsa Didier Drogba? Drogba hələ təzə başlayırdı da, ona görə ondan sağollaşaq. Arsene Wenger yoxsa Jose Mourinho? Burada isə mən Mourinho seçərəm. Qalsın deyən.